şehit ailələrim, həyat məni yıxanda Allah məni təzədən qaldırdı. Elmar mənim tapıntım idi. Mənim kədərli ömrümə səadət gətirən Elmarım idi. Sonra vətənin azadlığına görə getdi könüllü müharibəyə. Nə hərbiçi idi, nə də çağrıcı, mənim heç nədən xəbərim olmuyor. 22 yaş qoca ananı, tənha ananı qoyub tənha evdə getdi müharibəyə. Qarabağı biz bağışlaya bilməzdik ermənilərə. Biz qisasımızı almalıydıq mütləq. Bu da mənim oğlumun payına düşdü, oldu şəhid. Elmar balam. Azərbaycan xalqı oğlum elə bir təzədən doğuldu. Hələ nələr edə bilərik, inanın. Bir yüksəliş var Azərbaycanda. Hamı başını dik tutur. Mən anayam, məni sakitləşdirən Allahımdır. Hər an yanımda hiss edirəm. Hər an məndən addımlayır. Allah köməyiniz olsun. Allah bütün şəhid ailələrin ürəyinə mələkləri göndərsin. Su səpsin oğlum. Dünyada sülh istəyirəm. Çox sağ olun. Təşəkkür edirəm.